Herkese salam, yeni vlogumuza hoş geldiniz. Gelmişəm təmizlik işi görməyə. Dünən vlog çəkib paylaşmadım, çünki sizləri də bezdirmək istəmirdim. Eyni vlogları təkrar olaraq paylaşmaq. Mənim yüküm qutarmırdı. Yığıldıqca yığılırdı, daşıdıqca daşıyırdıq. Yəni təkrar eyni vloglara bənzəyirdi deyə çəkib paylaşmadım. Bugün də gəldim. Kuxnya mətbəxinin bütün şkafını yuyub təmizləyəcəm. Ümid edirəm, sevərək izləyərsiniz belə təmizlik vloglarını. Biraz təmizləmişdim. Baxın, bu hissiyi təmizləmişdim. Sirkələmişdim kometli su ilə, nə bilim, xloru su ilə dezinfekt olsun deyə sirkələdim qəşəng. Ondan sonra da durulayacağım. Təmiz təmizləmək istəyirəm hər yeri. Biraz etmişdim. Dedim ki, nə vlog açım. Bacılarla da bu günümüzü paylaşaq, bir gündəlik kimi videomuzda tutaq. İnşallah sevdiyiniz vloglardan biri olar xanımlar. Dəstəklərinizi əsirgəməyin bizdən. Maşın da nə qazla gedir, yola da yaxınıq deyə. Nəysə, mən gedim, işimi görüm, buraları yerləşdirim. Artıq bu gecə düşünürəm ki, burada yatacağıq. Çünki orada elə bir döşəklər, bir mənim güllərim qalıbdı gələsi. İstəyirəm ki, qavlarımı yerləşdirəm, səliqə səhmana salam. Ondan sonra gedəm, orada yemək pişirəm. Burada sadə yemək pişirəcəm də. Allaha and olsun, nə bayramdan, nə seyrandan xəbərimiz oldu. Bu arada hər birinizin Novruz bayramı düşərli olsun, xeyirlisindən olsun. Allah evlərinizdə, süfrələrinizdə bol bərəkət, ruzi, qismət yetirmiş olsun. Belə xanımlar, mən başlayayım, işimi görüm. Mənim balaca cücəm də mənə kömək edir. Əlcəksiz iş gördüm. Biraz bütün dırnaqlarımın bu yanları sirkədi, xlor, hamısı açdı. Elə bir ağırmağa başladı. İndi dedim, əlcək geyinim, elə iş görüm. Buraları sirkələmişəm. Buraları da sürtdüm, biraz yumuşalsın deyə indi bu hissiyə eləyəcəm. Ondan sonra durulayarım.
Təmizlik işim qutardı xanımlar. Amma mən də qutardım. Həqiqi çox yoruldum. Yorulmağıma da dəydi. Bir dənə yer kirli qalmadı. Bu kuxnyanın mebeli tərtəmiz gül kimi oldu. İndi biraz da belə yaxından göstərim. Bir-iki yerdə ləkə var. Onu getdirə bilmədim. Bax, məsələ burada görünən ləkə getmədi. Çox çalışdım. Qapıları belə, buralar kir olmuşdu. Bütün pis gündə idi. Bunu da çıxartdım, tərtəmiz yudum, təmizlədim. Nəsə burada bir gözümə çarpan bir şey var. Bunu da yenə təmizləyərəm. Bir də bunu göstərim. Baxın, bu şkafın bu üstü belə qaralıdır. Bu heç cürə getmir. İndi köçüm, yerləşdim, rahatlanım. Ondan sonra baxaram bir çarasına. Mən elə bilirəm, bu yüyülən emisiya çəkiblər üstünə. Buralar belə, bu daşı da yudum. Hər yer tərtəmiz etmiş oldum. Bəlkə gözünüzdə çarpdı. Mən video çəkəndə baxın, bura dəhşət pis gündə idi. Bura pis gündə idi. Yağ ləkəsi belə getmirdi. Bu 1 saat ona əlləşmişəm. 1 saat sürtmüşəm, tərtəmiz etmişəm. Yemək pişirəndə heç olmasa buraya yağ töküləndə bir dəsmal hərləyib təmizləməyiblər. Burada emisiyadır. Buralar da getmir. Bəlkə sonra özüm də emisiya elədim. Yüyülən emisiya. Yağ ləkələri olubdu. Buralar da belə təmizlədim, hər yeri. Daha ürəyim rahatdır. Qavlarımı, qacaqlarımı rahat-rahat yerləşdirə bilərəm. Hər yeri sürtdüm, təmizlədim. Baxın, buralar da belə. İstədim ki, qablarımı da yerləşdirəm, amma çatıra bilmirəm. O biröyə gedirəm. Oruc açımına az qalıbdı. Gedim, biraz yemək pişirim. Orada yeməyimizi yiyərik. Ondan sonra gələrik. Mən elə fikirləşirəm, elə edərik. Davay qızlar, görüşərik. Yol üstü Avaşnoya girəcəm. Baxın, burada da Avaşnoy var. Mağazində var. Lap yaxındır hər şey. Biraz arada da meçidimiz var. Bayaq günorta namazı girəndə elə gözəl əzan səsi gəlirdi. Elə bir ki, huzur tapır insan. Hər dəfə Ali deyərdi, ay Allah, sən bizə meçidin yanından ev qismət elə. O biri evdə, yəni yaxındır meçidə, amma əzan səsi gəlib çatmırdı. Belə gur çıxmırdı. Amma buna qəşəng çıxır. İndi buradan girim, biraz xırda para alış-veriş dedim. Ondan sonra gedim. Axşam yeməyimizi yanına sonra daha köçüb gələrik. İnşallah, Allah qoysun. Yavaş ayaqım. Balaca olur da velikən sənə. Yavaş olun. Bax, bura həm mağazindir, bir tərəfi də Avaşnoydur, çox yaxındır. Oğlum, burada məni gözləyin, gəlirəm. Gəlirəm. Gəldim, burada da boş durmadım. Biraz yemək var idi, ondan yedik uşaqlarla. Mən orucumu açdım. Dedim, kartoşka qızardaram. O da gördüm ki, kartoşka azdı. Hamısını yığıb aparmışam deyə bütün produktun biraz kartoşka qalıbmış. Belə qızartdım. İndi üstünə də yumurta vuracağım. Olar axşam yeməyi, yüngül yemək olar. Bugün də belə idarə edərik, neydik. Yumurta da təzədir. Burada xoruzlarım olur, nədir, bir toxumları olur da, bir toxumlarını çıxartmışam, beyni biraz dağılıb. Nə qədər iş gəlib, burada da görmüşəm indi. Güllərimi çıxardasıyam çölə ki, hazır dursun, qismət gələndə tez bazara apara bilək. Bir yandan bulandan qabları yumuşam ki, yığılmasın. Belə, bu da belə. Bunu da artıq götürək. Bunları baxın, kloka yığmışam. Duz urası idim deyə yığmadım. Bu da artıq hazırdır. Ağzını bağlayaram. Burada yumurta var. Bunu da ki qabların içine qoyarım. Hamısını bir də göz qabağına çıxartdım. 2 dənə soğan var.
Bunu da gətirim, doğrayım. O kartuşkanın üstünə vurum. Qalmasın burada. Yenə yığıb yığışdırmışam. Bunun içində dokumentlərdir. Bunları da belə klokun içinə yığdım. Yoruldum. Bir stəkan çay içək indi birlikdə. Qismət gözləyirəm gəlsin. 2 reys aparası olacaq. Bir reys mənim güllərimi aparacaq. Bir reys də döşəkləri zar. Onsuz da haçarı hələ verən deyiləm. Sabahda, bürsündə geriyə nə qalır? Onu da gəlib yenə yavaş-yavaş apararam. Güllərim bax belə çıxartdım, hazır qoydum. Bunu sildim, təmizlədim. Bunlar burada bir nə qədər də çöldədir, çıxartmışam. Qazandı, zaddı, belə yığıb yığışdırmışam. Dinçlik yoxdur mənə hələ. Ondan sonra gəlib, ya sabah, ya bürüsü günü, sabah olmasa da bürüsü günü gəlib təmizlik edəcəm. Ondan sonra verəcəm, haçarı ilə verəcəm. Yeni evimizdə ilk gecəmiz xanımlar. Hər kəs yatır, ona görə sakit danışıram. İndi qalıbdı Nərgizə, bol-bol iş. Hər yer tör töküntüdür. Hər yer bastırıqdır. Əlimizə gələni tökdük, töküşdürdük. Hara gəldi atmışıq. İndi sabahdan başlayacağım. Bütün işlərimi yavaş-yavaş yerləşdirə. Özüm nə tər əlimə uyur elə o cür. Yerləşdirəcəm. Baxın, hər yer. Bura baxın, nə gündədir. Güllərimi də gətirdim, darxanamızdır. Getdik, yəni. İndi qalıb da orada, hələ haçar verməmişim, 2-3 gün məndə olacaqdır. Qalıb da orada paltar yuyan maşınım var, onu gətirəcəm, bir tərəfə qoyarım. Çünki burada maşınqa var, bunu işlədəcəm. Onu bir tərəfə qoyaram. Ondan nə bilim, xırda-para bir şeylər qalıbdır, yavaş-yavaş gətirərəm, yerləşdirərik. Sabah xaladinikin içini tərtəmizləyəcəm. Ondan sonra qablarımı yerləşdirəcəm. Mebelin içərisinə biraz ayaq altından tör töküntülər yığıb yığışdıraram. Belə bu cür. Videonu çəkdim, amma yarımçıq qalmışdı dedim. Sizlərlə də elə burada sağollaşım, tamamlayayım ki, gəldik, ilk gecəmizdir. Allah hər kəsin gönlünə görə, ürəyinə görə versin. İçində də bizə. İnşallah, ümid edirəm, hər şey yaxşı olacaq. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun.